Sizinlə yenə mən nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Adətən epilepsiya dedikdə, qıcolma dedikdə hər kəsin beyninə klassik bir mənzərə gəlir, yerə yıxılırsan, ağızdan köpük gəlir və çırpınmağa başlayırsan. Gəl ilk növbədə qıcolma niyə baş verir, onu anlayaq. Bu neyronların anidən nəzarətsiz şəkildə boşalması nəticəsində baş verir. Lakin bu boşalma baş verdikdə hər zaman bütün beyinə yayılmır. Bəzən bu bir bölgə ilə qısıtlana bilər və bu da fərqli qıcolma tutmalarına gətirib çıxardır. Misal üçün, absans tutmaları. Çox vaxt uşaq dərsdə oturur, anidən donur, bir nöqtəyə baxır və bu 5-10 saniyə davam edir və müəllimlər də, valideynlər də bunu sadəcə olaraq diqqətsizlik kimi qəbul edirlər. Və yaxud da ki, mioklonik tutmalar. Anidən əlimiz atır, ayağımız atır. Bunu sadəcə olaraq ciddi qəbul eləmirik, lakin bu qıcolma tutması ola bilər. Eyni zamanda da fokal motor tutmalar. Bir ayaqda və yaxud da ki, bir əldə titrəmə baş verir. İnsan tamamilə oyaqdır, lakin bu hərəkəti kontrol altına ala bilmir. Və yaxud da ki, fokal sensor tutmalar. Anidən mədədən qalxan bir narahatlıq hissi, buruna qoxu gəlmə və yaxud da ki, gözün qarşısında işıqlar ola bilər. Bu fokal sensor tutmalardır. Tonik tutmalar var. Ani bədən kilitlənir və hərəkət edə bilmir. Atonik tutmalar var. Anidən tonus sıfıra enir və insan bir anda yıxılır. Bu çox təhlükəlidir, çünki o zaman kəllə-beyin travmaları belə almaq mümkündür. Və tonik-klonik tutmalar var ki, bu klassik tutmalardır, siz bunu bilirsiniz zaten. Və bu tutmaların növünü ayırd etmək çox vacibdir, çünki müalicədə bu böyük rol oynayır. Düzgün təyin olunan tutma növü və düzgün təyin edilən dərman pasientlərin həyat keyfiyyətini artırmış olur. Mövzu ilə bağlı suallarınızı şərhlər bölməsində verə bilərsiniz. Daha ətraflı məlumat üçün kanalıma abunə olun.